Sizlərlə nağıl tortunun hazırlanmasını bölüşürəm. Gəlin birlikdə baxaq. Qaba yumurta əlavə olunub qarışdırılır. Üzərinə vanilin, şəkər tozu əlavə edib təkrar ağarana qədər qarışdırılır. Sonda qabartma, un hissə əlavə edib spatula köməkliyi ilə qarışdırılır. Hazır olan məhlulu soba lisinə yerləşdirib əvvəldən qızdırılmış sobada bişirilir. Sizlər mütləq videoya baxa-baxa yaddaş alın, yaxınlarınızla bölüşməyi və yorumlarınızı yazmağı unutmayın. Səhifəni takip etməyənlər takip alın ki, yeni videolardan sizlər də xəbərdar olun. Höyrə hazırlanır. Yumurta, şəkər tozu qaba əlavə olunub qarışdırılır. Üzərinə süd əlavə olunur. Konyak unudulmur. Ocağın üzərinə qatlaşana qədər qarışdırıb, kənarda başqa bir qaba əlavə olunub tam soyudulur. Şirə hazırlanır. Şəkər tozu, su, konyak ocağın üzərində qarışdırılıb bişirilir. Hazırdır. Hər birinin tam soymağını gözləyirik. Biskvitin kənarları səliqəyə salınır və 3 hissəyə bölünür. Yumşaq kərə yağını qaba əlavə edib qarışdırılır. Hazır olan höyrəni az-az əlavə edib yağın üzərinə krem hazırlanır. Hazır olan kremi hissələrə bölünür və hər birinə istəyə görə qida boyası əlavə olunur. Biskvit yaxşı-yaxşı isladılır və kremlənir. Kənar hissələrini isə ovuntu ilə bəzənir. Üzərini siz istəyə görə bəzəyə bilərsiniz. Mən belə bəzədim. Artıq bizim tortumuz hazırdır. Bir gecə soyuduza gözlədib süfrəyə verirəm. İnanın, o qədər ləzzətli oldu. Bəhbəhlə sizlər də hazırlayıb nuş edin. Möhtəşəm. Həqiqətən də hazırlamağa dəyər. Hələlik.